Ağabəyli kənd məktəbidir. Yolkaların başamısı qardır. Baxın məktəbin həyəti. Görün, nə gözəl görsənir. Bax. Nə gözəldir məktəbimizin həyəti. Bəh, hələ ön tərəfini çəkəcəm, baxın. Arxa tərəfidir. Qar, bax qar hər tərəfi bürüyüb. Çox gözəl görsənir. Görürsünüz? Bəh. Yolkaların başına baxın, qarlara. Görürsünüz nə gözəldir. Bura bizim məktəbimizdir. Ağabəyli kənd məktəbi. Nə səliqəli, saxmanlı, qəşəng. Görürsünüz? Rayon üzrə ən gözəl məktəbdir bura. Baxırsınız? Səliqə saxmanına baxın. Ağcabədi rayonunun Ağabəyli kəndidir. Ağcabədi rayonunun Ağabəyli kəndinin kənd məktəbidir. Görürsünüz nə gözəl səliqə, saxman. Qar da ağ örpəyə bürüyüb, lap gözəldir. Bu da məktəbimizin önüdür, baxın. Görün nə gözəl məktəbdir. Baxın. Bu da şəhidlərimizin abidəsidir. Allah rəhmət eləsin şəhidlərimizə. Tahir Meytiyev Tahir Əyiboğlu. Quliyev Füzuli Bahatıroğlu. Bax, bu da şəhidlərimizin abidəsidir məktəbin həyətində. Bürünüb ağ örpəyə. Baxın, qoy gülümüzü də düzəldək. Qar gülü çörüb. Görürsünüz də nə gözəldir. Ağabəyli kənd məktəbi. Bəh, nə gözəldir. Cənnətdir, cənnət. Hər tərəf ağ örpəyə bürünür. Hər tərəf qardır. Görürsünüz də nə gözəldir. Ruzi, bərəkət, hamısı bunun içindədir. 2026-cı ilin Azərbaycan xalqına düşəri olsun. Arzu edirəm bütün Azərbaycan xalqı hamısı ruzili, bərəkətli olsun. Bu il inşallah taxıl, ot, hər şey gözəl olacaq. Heyvandarlıq, təsərrüfat hamısı inkişaf edəcək. Bax, bu bolluqdur. Bu da Allahın bizə verdiyi hədiyyədir. Azərbaycan xalqına. Ruzi, bərəkət, dünyada bu dəqiq su qıtlığı var. Allah Teala da bizə hamı bolluq verir. Sağ olun dostlar.